Sayın Əmir bəy Mərdani, sizi xoş gördük və xoş gəlmisiniz, səfa gətirmisiniz. Çox sağ olasınız Sayın hörmətli Əskər bəy. Mən də habelə sizə və hörmətli eşidənlərimizə salamları, sayğılarımı sunuram. Eyni halda sizə dəyərli Güney Azərbaycan Səsi Radiosunun əməkdaşlarına yorulmasını deyib, yenidən sizə can sağlığı arzu edərək inşallah gələcək proqramlarda artıq daha bundan da gözəl günlərə şahid olmuş olaq. Oldu, təşəkkür edirik. Biz də Güney Azərbaycan Səsi Radiosu olaraq sizə xoş gəldin deyirik və təşəkkür edirik ki, vaxtınızı qoydunuz bizim üçün. Birinci sualım demək ki, sizinlə belə olacaq Sayın Əmir bəy. Azərbaycan öyrənci hərəkatını necə tərif edə bilərsiniz siz? Çox sağ olun Sayın Əşbər bəy. İzin versəz onda mən balaca bir izahat verəm ilk öncə. Yəni ola bilsin bizim eşidənlərimiz siz proqramın əvvəlində də dəfə-dəfə dönə-dönə işarə etdiniz. Bəlkə bir dəfə də daha yaxşı olsun ki, buna işarə edək. Azərbaycan öyrənci günü hansı gündür və nədən ibarətdir və nə cür olur ki, bu gün bu adla adlandırılır. Oldu. Siz işarə etdiyiniz kimi 9 may yaxud İran tarixi ilə desək, şəmsi tarixi ilə desək, 19 ordu 5374-cü ilin olaylarından sonradır ki, bugün milli hərəkat tərəfindən və öyrəncilər tərəfindən Azərbaycan öyrəncilər tərəfindən öyrənci günü adlandırılır. Bu ki, öyrənci gününü biz, öyrənci hərəkatını biz nə tərif edirik? Ondan öncə mən bir balaca izahat vereyim. Birincisi bu ki, mən Azov qrupu, Azov təşkilatı sözçüsü olaraq sizin qulluğunuzdayam. Ancaq bu ad Azərbaycan öyrənci hərəkatının qısaltılmışı olsa da, bu qrup heç zaman indi də yenədən təkrar vurğulamağa gərəkir ki, bütün Azərbaycan öyrəncinin hərəkatını təmsil etmək anlamında deyildir. Doğrudur, qrup tərəfindən, təşkilat tərəfindən bu biz belə nəzərimizə gəlir ki, ola bilsin öyrənci hərəkatı içində ən aktiv qruplardan birisiyik, amma kəsinliklə bütün Azərbaycan öyrənci hərəkatını təmsil etmək anlamında deyildir. Bu vurğulamağı daha ən başda getmək lazımdır. Oldu, təşəkkür. Ancaq sizin sualınıza dönüm. Bugün söhbətlərimiz inanıram ki, eşidənlərimiz artıq nəhayətə qədər bizlə olacaqlar da, üçün maraqlı söhbətlər olacaqdır. Sayın Əskər bəy, sizlə biraz öncə danışdığımızda da ola bilsin milli hərəkətimizdə bəlkə lazımdır zaman-zaman təşkilatlar mənsubları və təşkilatlar sözçüləri gəlsinlər, öz təmsil etdiyi təşkilatlar tərəflərindən danışsınlar və artıq müsahibələr sorğu-sual şəkilləri fərqləndirilsin. Demək, bundan öncə ola bilsin bu söhbətlərdə deyirəm, ola bilsin ki, bizim eşidənlərimiz sona dək bizi izləsinlər və bu danışıqlardan sonra da biz bunun təpkilərinə milli hərəkət tərəfindən də şahid olmuş olaq. Ancaq zamanı gəlibdir, bəlkə bizim baxışımızdan, mən burada Azov tərəfindən danışıram, bizim baxışımızdan zamanı gəlibdir. Bəlkə ola bilsin nəzərə gələn durğunluq ki vardır milli hərəkətdə, özəlliklə xaricdə, buna bir tərpəniş verilsin. Bu durğunluq nə deməkdir? O ki, diqqət də etsəz, müsahibələrdə, nə bilim, başqa bir danışıqlarda, seminarlarda ya hər bir mərasimlərdə hamı ilə çox bir gözəl, çox bir sağlam, əlbəttə ki, sağlamlıq gözəldir də. Ancaq bunların çoxsu üzdə olur, arxada olmur və bu arxada olmaq da nəhayət gəlir sonuc etibarilə milli hərəkəti bu vəzə çıxarır. Nə gözəl olar ki, qoyun elə, bəlkə bu bir başlanğıc olsun. Sizinlə də bayaq danışdıq da ki, mən sizin verdiyiniz sualların heç birisini bilmirəm. Bunu görəcəklər də ki, eşidənlərimiz və mənim verdiyim cavablarda artıq həmişəki cavablar kimi bəlkə olmasın. Yəni, açıq danışmaq lazımdır, məsuliyyət hissi daşımaq lazımdır və millət artıq iti suallar soruşmaq lazımdır millət tərəfindən. Yəni, bunu artıq görəcək. Oldu, təşəkkür edim. Bəs mən də hazıram, elə demək, danışdığımız kimi, bu günləri demək, hörmətli dinləyicilər, çox açıq söhbət olacaq. Yəni, ola bilsin bəziləri, yəni, bu danışıqlardan incisinlər, ya bəziləri, məsələn, bəzi məsələlərə, yəni, bəzi suallara aydınlıq gətiriləcək bu günləri və Azərbaycan öyrənci hərəkatının sözçüsü Sayın Əmir bəy Həmədanlı da məxsusən özü buna Əmir bəy Mərdani üzrəm buna israr edirlər.
Demək ki, mən suallara çox olacaq və danışdıqca söz içindən suallar da olacaqdır. Mən ilk öncə sizdən xahiş edirəm, yəni bu dinləyicilərimizi xatırladasınız ki, Azərbaycan Öyrənci Günü nə deməkdir? Yəni niyə bu gün yaranır? Ona görə. 1374-cü ildə öyrənci hərəkatı tərəfindən böyük bir aksiya Təbriz şəhərində keçirilsə də, ondan öncə Tehran şəhərində başladı bu təpkilər və sonra Urumqi şəhərində də oldu. Başqa şəhərlərin öyrəncilər tərəfindən də bu təpkilər oldu, balaca böyük aksiyalar da oldu. Ancaq bu gündən öncə, təbii illər boyu ondan öncədir ki, öyrənci hərəkət qoyun adlandıraq və öyrənci hərəkət milli hərəkətin içində artıq yaranmağa başlayır. Və bu neçə ildən sonradır ki, o gücə malik olur. Birinci dəfə İran İslam Cümhuriyyəti içində Təbriz şəhərində yürüyüş aksiyası keçirir. Doğrudur, bu yürüyüş aksiyası o qədər də bəlkə deyək ki, çox olmur. Yəni Təbriz Universitetinin qapısından ta indisi mən desəm danışqa fələkəsi, universitet fələkəsi deyilir. Təxminən 500 metr hətta olmasın. Amma birinci dəfədir bu hakimiyyətdə, bu nizam içində milli siyasi düşüncə əsasından bir böyük aksiya keçirilir. Ondan öncə də olubdur, doğrudur aksiyalar. Ancaq bu dəfə fərqi buradadır ki, birinci dəfə apartheid olmasın, olsun şovinizmə və birbaşa türkçülük və eyni halda Azərbaycanın öz müqəddəratını təyid etmək haqqında mübarizə artıq önə çıxır və İrana meydan oxunur. 1369-cu, 68-ci illərə biz dönsək, o zamanlara Sayın Döktür Cəvad Heyət və başqa dəyərli alim ziyalılarımız, Sayın Şəhidimiz Profesor Zeytabi və digər ziyalılarımızın tərəfindən özəlliklə Tehran Universitetində və başqa universitetlərdə dil məktəbləri qurulur. Birinci nəsl, demək olar, öyrənci hərəkatının birinci nəsli oradan başlanır və fəaliyyətlərin artıq özlərini toplayırlar. Ta gələcəyə yeni addımlar atsınlar. Demək, öyrənci hərəkatının başlanışını oraya biz qaytara bilərik. Və Sayın Profesor Zeytabi necə ki, milli hərəkətin mənəvi atalarından adlandırılır, elə öyrənci hərəkatında mənəvi atalarındandırlar. O illərdən sonra 1374-cü ilə gəlib çatana dək ayrı olaylar da olur öyrəncilər tərəfindən. Mən bu historik, bu tarixinə mən dönüm, ondan sonra bu öyrənci hərəkatının nə deməkdirə də biz dönərik. Mən gəlib 1374-cü ilin o olayına gəlib çatmaq istəyirəm. Öyrənci hərəkatı tərəfindən, məsələn, 1371-ci ildə Qarabağda ermənilərin törətdiyi cənayətlərə qarşı bir Təbriz Universitetəsindən ta saat meydanı var Təbrizdə. Oraya qədər bir aksiya keçirilir. 1372-ci ildə də eyni hal bu iş təkrar olunur. 1373-cü ildə 2000 nəfərdən artıq öyrənci bir bildiri hazırlayırlar, tumar yazırlar və istəklərin onun içində Azərbaycan siyasi düşüncəsi əsasında istəklərini orada yazırlar. Eyni halda getsək 31 fevredə 1375-ci ildə böyük bir aksiyalar oldu Təbriz şəhərində. Bilirsiniz, o zaman cənab Çehriqani seçkilərə qatılmışlar və olaylardan sonra aksiyalar keçirildi. Ha belə gələn ta xatəmi zamanına 1379-cu ildə, 80-ci ildə, 1381-ci ildə Təbriz Azad Universitetəsində Ermənistan bayrağını otlandırmaq və ha belə ardına gedək. Ancaq 1374-cü ildə ki, o zamandan artıq Güney Azərbaycan öyrənci hərəkatının doğum günü deyilir. Tehran şəhərində o zaman Laricani iş üstündəydi, yəni Səda və Simanın iş üstündəydi. O zaman bir pursişnamə, bir kağız paylanılır. Mən biləni 20-ci məntəqə ya 21-ci məntəqə də xatırımda deyir Tehranın o məntəqəsində və sonra bu bütün şəhərdə paylaşılır. Və orada bir sıra suallar sorulur Tehranda yaşayanlardan. Və o zaman da təbii Tehranda yaşayanların elə indiyə qədər bəlkə elə yarı-yarısı da türkdür. Açıqcasına bu türkləri öz kənarlarında farsların qarağında həqarətə məruz qoyub və artıq assimilasyon lap belə başda gedən bir göstərgəsidir. Bu sorulardan ki, şəhərdə paylanılır. Millətdən, məsələn, mən 2-3 dənəsini sizə desəm, belə sorulur ki, siz əgər bilsəz ki, həmsayanız, yəni siz bir evdə yaşayırsınız, siz qonşuyuz, bilsəz ki, burada bir nəfər istəyir köçə və o türkdür, aya yenə də siz elə həman evinizdə qalacaqsınız ya yox. Ayrı bir sual soruşur ki, sizin bir qızınız var və
bu bir yaşa çatıbdır ki, buna elçi gələcəkdir. Aya bu elçi türk olsa, aya ona qız verəcəksiniz yox. Belə bir gerçəkdən adı bəlkə mundar bir olaydır. Yəni bu qədər açıqcasına bir milləti həqarətə məruz qoymaq bəlkə heç dünyada, yəni adı apartheid ola bilir fəqət. Yəni ondan başqa bir zad ola bilmir. Bu olaydan sonra Tehran Universitetində olan türk öğrenciler, Azərbaycanlı öğrenciler, Qaşqay türklər və başqa türk öğrenciler də buna dözə bilmirlər. Ondan keçmişdə 69-cu ildən o zamana qədər böyük olaylar yaşatsalar da birinci dəfə hakimiyyətlə üzə dururlar, buna etirazların göstərirlər və nəhayət 1374-cü il 19 Ordubeh 9 may Təbriz şəhərində aksiya başlanır. Universitetin içində, universitetin qapıları gedilir, qapılarına doğru gedilir, qapılar öğrencilər tərəfindən açılır, sındırılır və xiyabana gəlirlər. O olayda rəsmi amar bilgilər yoxdur, ancaq görənlər, eşidənlər və orada şahid olanların deyişiyinə görə hətta biz şəhid olanımız da vardır öğrencilərin içində. Canlarını əldən verənlərimiz vardır. Çox ağır yaralara məruz qoyanlar da vardır. Və ancaq o nailiyyət artıq getdi, milli hərəkəti çox böyük bir addım iləri sürdü. Bu tarixən, yəni bu ki bayaq soruşdunuz, yəni öğrenci günü nə olur və hansı günə demək olur, bu ondandır. Amma bu ki öğrenci hərəkatı, yəni öğrencisel hərəkatlar bəlkə nədirlər və öğrenci hərəkatı ona dönək. Bunu mən yenə də parantez içində dırnaq arası deyim ki, bəlkə bugün söhbətlər ora getsin, artıq teorik mübahisələrdən artıq ayrı başqa söhbətlərə getsin. Üçün təxminən 1374-dən hesablasaq, indi 20 neçə il olur? Çox il olur. Hər halda çox il olur ki, öğrenci hərəkatın yaranışından keçibdir. Və 1370-dən tutsaq zaten 22 ildir. 20 ilə yaxındır. Artıq bu arada, bu zamanda bu öğrenci hərəkatını duymayan sanmıram olmuş olsun. Və hamı artıq öğrenci hərəkatı nədir bilirlər. Ancaq bir balaca bəlkə tozih lazım olsun. Öğrencisel hərəkatlara dönsək, öğrencisel hərəkatlar ümumiyyətlə heç bir zaman qüdrətə çatmaq istəmirlər və öz görevlərin sadəcə hakimiyyətdə olanlara eleştiri yapmaq və onları tənqid etməkdir. Ancaq milli hərəkətimizin içində bəlkə biz dünyada bir yeniliyə qol çəkirik. Yəqin bizdən öncə də olubdur, amma bu görünməyən olaylardandır ki, bir öğrencisel hərəkət artıq yəni istimardan qutulmaq üçün və dövlətçiliyin qurmaq üçün bir mübarizə apar. Ola bilər fərqli şəkillərdə görünsün, amma bu bəlkə hətta bir yenilik də olsun. O üçün də öğrenci hərəkət, Azərbaycan öğrenci hərəkatının özünə görə faktorları və özəl parametrləri vardır. Bu özəl parametrlərdən birisini saysaq, mən İran, məsələn, öğrenci hərəkatına bunu tutuşdursaq, İran öğrenci hərəkatı artıq hakimiyyəti əlinə aparmaq mübarizəsində deyil. Bəlkə hakimiyyəti nəqd edir və hakimiyyəti artıq istibdaddan qurtarmaq istəyir, diktatoriyadan qurtarmaq istəyir. Amma bizimkinə gəlsək, biz eyni halda ki, biz istibdaddan qurtarmaq istəyirik, amma daha ondan yuxarısı istimardan qurtarmaq istəyirik. İrandan qurtulmaq istəyirik, bəlkə daha doğrusu bu sözü desəm. Bu iki mübarizə bir-birindən çox fərqlidir. Bu arada bahis olur ki, biz milli hərəkət ki, yaranmağı elə həmən istimardan dolayıdır. Bu milli hərəkətin içində olsun öğrenci hərəkatı. Eyni halda ki, öz əsli görəvi nəqd etməkdir, intiqad etməkdir. Bu intiqad etmək üçün sadəcə fəqət milli hərəkəti tapa bilir. Amma bu milli hərəkətdə nəqd etmək zamanında deyildir. Çünki milli hərəkət zaten hakimiyyətə çatmamışdır. Bir xas bir, özəl bir durum və ortam yaradır və bu ortamı artıq incələmək lazımdır. Bilirsiniz, mən üzr istəyirəm sözü keçim. Yəni artıq bəs geniş bəhs eləyəcək. İnşallah yəni hardasa 1 saat vaxtımız olacaq. Bu gün də rahat danışa biləcək. Sadəcə mən indi bu öğrenci hərəkatı deyəndə bilirsiniz, yəni artıq qadın hərəkatı da artıq genişləşib və öz yerini tapmaq üzrədir. İstər-istəməz, yəni öğrenci hərəkatı deyəndə bu tələbələr və məxsusən universitetlər, danışqahda fəal və tələbə ya dərs oxuyan bir fəallara aid olur. Bunların içərisində bildiyimiz üçün yəni qadınlar da var, erkəklər də var. Qadınlar məxsusən bir qadın hərəkatı yaratmaq üzrədirlər və artıq demək olar ki, yerini tapmaq istəyir. Yəni hardasa bir fəaliyyət var belə. Sizdə bu Azərbaycan öğrenci hərəkatı ilə və bu qadın hərəkatı
bunların irtibatı aya necə deyim, yerinə düşüb yoxsa yerinə düşməyib? Yəni bunlar ikisi birlikdə eləyə bilərlər. Yəni bir öğrenci hərəkatı kimi birlikdə iş görərlər yoxsa ayrı-ayrıdırlar. Doğrudur. Bu qonuya gəldiyimizdə, yəni birdən öğrencisel hərəkatlardan birdən buraya çatdıq. İlk öncə bunu nəzərdə almalıyıq. Qadın hərəkatı, yəni mən öz baxışımla desəm, qadın hərəkatı yaxud işçi hərəkatına gəlsək, ya elə öğrenci hərəkatına gəlsək, biz bunların hamısını indiki Güney Azərbaycan durumu və milli hərəkətin durumu ilə tutuşdurup və onlarla tərif etməliyik. Biz məsələn İran deyirik ki, hakimiyyətimizi qurmuş olub və artıq əmudi mübarizədə olaq, partiya yaradaq və hakimiyyəti əlimizə çatdıraq. İslah tələb qolumuz olsun, usulgərə qolumuz olsun. Biz bu durumda deyilik. Biz zaten ufuqi mübarizədəyik. Bütünlüyümüzdən öz dövlətimizi qurmaq istəyirik. Ondan sonradır ki, biz ayrı bir mübarizə keçsək. Bu ortamda, bu durumda gəlib yəni hərəkətləri, məsələn dedim, qadın və işçi və öğrenci hərəkatı və başqa hər bir hərəkət ki qoya bilərik bunlara. Bunlara uşaq haqları müdafiə eləmək hərəkətdə olar və elə maşallah. Bunların hamısını təhlil etmək bu ortamda olmalıdır. Milli hərəkət dediyimizdə bunu bir nəzərdə almalıyıq. Hər bir bunların birisi doğrudur, bir-birlərindən ayrılıqları da vardır. Amma bu ayrılıqlar o qədər deyil ki, bunlar bir-birisindən həmpuşanisi olmasın, yaxud bunlar belə bir təhlilə gedib çatmaq ki, bunlar bir-birlərindən ayrıdırlar və necə bunları bir-birlərini birləşdirə bilərik, bunları müştərək edə bilərik, bunlar işbirliğə gedə bilərlər. Yox, mənim baxışımda bunlar heç bir zaman işbirliğə gedə bilməzlər. Çünki zaten işbirliği içindədirlər. Bunların istəkləri ola bilsin, bəzi çox balaca istəkləri fərqli olsun. Amma ümumiyyətlə bütün istəklərin hamısı bir nəhayət, bir sonuc əsasındadır və bir sonuca çatmaq üçündür. Bu sonucu mən dövlətçiliyimiz adlandırıram və bu dövlətçiliyimizin əsasında da taktiklərimiz fərqli olur. Biri əsl 15'i seçir və biri qadın haqlarını seçir, biri hətta öğrencisel hərəkətin içində sinfi istəkləri istəyir, biri Azərbaycanın işçilərinin haqlarını istəyir, amma nəhayət sonucu etibarilə hamısı gedib bir yerə çatır. Yəni sizin sualınıza da dönsək, bunu o qədər də biz ayıra bilmərik ki, məsələn qadın hərəkatı ilə Azərbaycan öğrenci hərəkatı nə qədər bir-birlərinə işbirliğ eləyə bilərlər, ya bunlar münasibətləri necə ola bilər? Bu mümkünsüzdür. Zaten bizim öğrenci hərəkatımızda nə qədər bizim qadın aktivlərimiz vardılar, qızlarımız vardılar, öğrencidirlər və öğrenci hərəkatının içindədirlər. Və habelə nə qədər də bizim öğrencilərimiz vardılar, qadın fəalları kimi qadınların haqlarını istəyirlər. Bunu biz ilk öncə nəzərdə almalıyıq. Bu tərzlə buna yanaşmaq bəlkə biraz səhv olsun. Artıq bunlar amma nə qədər bir-birlərini həmpuşanı, bir-birlərinin istəklərini deyə bilərlər, o doğru bir sözdür. Artıq siz demişkən öğrenci hərəkatı, öğrenci fəalları ki, istəklərini tam ola bilsin, məsələn 70%, 80% artıq siyasi, milli düşüncə əsasında və yəni belə deyə öz dövlətimizi təyin etmək artıq türkçülük əsasında buna yanaşırlar. Doğrudur. Bunun içində artıq qadınların haqlarını da istəməlidirlər. Bu tam doğal və tam doğru bir sözdür. Qadınların haqları demək camiədən, urfumuzdan və kültürümüzdən, bəlkə kültürümüzdən əlbəttə qaynaqlanan və İranın hakimiyyətinin bizə təhmil etdikləridir. Qadınların artıq evdə qalmaqları, qadınlar artıq işləməyə getdiyimizdə artıq baskıya məruz qalmaqları və kişiyə tabe olmaları, yəni evin kişisində. Doğrudur, kişiyə tabe olmaqları, hələ bunların hamısına getsə uşağın həzanətini almağı, nə bilim, kişinin əlindən döydürülməsi, ancaq məsələn qadın gedib səsi bir yerə çatdırmır. Belə olayları doğrudur. Öğrenci hərəkatda bunu gərək ötələnsin. Amma yəni bəlkə mən mənzurumu çatdıra bilmədim, amma sözüm mənzurum sona gəlir çatır. Bu ki, bu qədərdir. Yəni o tərzlə mən biraz müxalifəm ki, qadın hərəkatı vardır və öğrenci hərəkatı vardır və məsələn işçi hərəkatı vardır. İşçi hərəkatı ilə öğrenci hərəkatı nə qədər bir-birlərinə işbirlikləri ola bilər? İşbirlikləri olmasa yox, ayrı olacaqlar, yox, ayrılıqlarımız yoxdur bizim. Bizim hamımızın nəhayət sonuc etibarilə bir istəyimiz vardır. O da Güney Azərbaycanda öz dövlətimizi qurmaqdır. Doğrudur. Mən əlbəttə mənzurum yəni sualdan buydu ki, bildiyiniz kimi yəni insanın bir yaşam tərzində ya bir həyatında bir dövr var və o dövrdə daha yəni necə deyim, daha özünü tapa bilir və həmin dövr
öğrenci, yəni öğrenci olduğu zamandır. Baxmayaraq ki, orada yəni öğrencilər institutda və ya danışqahda elmi ilə birlikdə orada həyat tərzini və yaşam tərzini daha rahat öyrənə bilirlər və özlərini tapa bilirlər. Və oradan yəni çoxlar və baxsaq, yəni bizim Güney Azərbaycanda və ya məxsusən İran içərisində baxsaq, çox siyasilərin çox elə öğrenci zamanından başlayıblar və istədikləri, yəni öz şuuru, yəni demək olar o zamandan təkamüllaşıb. Əlbəttə hamını deməyək, amma bəziləri belə olubdur. Ona görə yəni mən istədim deyim ki, bu aya öğrenci hərəkatında, yəni qadınlarla baxmayaraq ki, İranda, yəni Güney Azərbaycanda və İran içərisində olan hər kəs qadın bir hərəkatı bir ayrı bir sorundur və bizim öz milli mənfəətlərimiz, yəni dildir, azadlıqdır, kültürdür. Bunlar da bir ayrı bir şeydirlər, qonudular. Bunlar ayı ikisi də birlikdə həmahəng olub birlikdə çalışa bilirlər yoxsa yox? Yəni mənzurum mənim bu doğrultudaydı. Belə söhbət də oradan gəlir. Yəni bunları biz nədən ayırırıq ki? Bunları biz ayırdığımız zaman bəlkə belə nəzərə belə gəlir ki, bizim milli hərəkət deyəndə biz ayırmırıq ki, bu millətin bir bölümü qadındır və qalan milli hərəkət. Yox, üzr mən o mənada demirəm. Bax, qadın hərəkatı bir ictimai hərəkətdir yoxsa siyasi hərəkətdir? Özünə qayıtsaq ictimai hərəkətdir, amma ortamda olan duruma baxırsaq təbii siyasi olacaqdır. Qanunlar yəni çərçivəsində bu siyasi olur. Doğru. Amma özlüyünə qadın hərəkatı demək olar ictimai bir hərəkətdir. Amma milli hərəkət də ki, siyasi bir hərəkətdir. Ona görə buranın uyğunlaşmasını mən o cəhətdən yəni bunu soruşdum. Doğru. İndi nəysə yəni dedikləriniz tam doğrudur. Bu ki zaten də elə. Məsələn, rejimin İran İslam Cumhuriyetinin bu qədər öğrenci hərəkatına gətirdiyi baskı zaten elə bunlardan dolayıdır. Yəni, bayaq da siz işarə etdiniz. İki böyük nədəni vardı. Birincisi bu tudə və roşənfik, yəni elit təbəqə ilə camiədə, məsələn bazarda, məsələn elə siz demişkən evlərdə bunların arasını kəsməkdir. Milli hərəkət elit təbəqədir, roşənfikdir. Bir tezlər yayır, bir tezlər yaradır və bu tezləri ancaq millətə sunmaq lazımdır. Bu körpü öğrenci hərəkatıdır və bunu qırmaq istəyir rejim. Zaten bir söhbət də vardır ki, hər bir öğrenci fəalı bir səfirdir, milli hərəkətin səfiridir hər bir evdə. Hər bir öğrenci fəalı ki, zaten öz kimliyini tanıyıbdır və özün bir millətçi, bir milli fəal tanıyır. O hər bir evə getdiyində ən azından 4 nəfər bir ailədə yaşayırlar. 3 nəfəri də o millətçi eləyəcəkdir. Və bu əsasdandır ki, öğrenci hərəkatı bu qədər önəm daşıyır və rejim də buna bu qədər baskı gətiribdir. Eyni halda digər yandan baxsaq da ayrı bir söhbətlər də var. Məsələn, bəzən görünür ki, biz gəlirik və məsələn bir olay yaradırıq və onun adını qoyuruq demokratik olay. Hər nə siz qoya bilərsiniz, nə bilim, nə mənə demokratik. Ad qoymaqla bir ortam demokrat olmaz və ad qoymamaqla da bir ortam demokrat olduğun əldən verməz. Dəqiqən elədir. Camiə siz demişkən ictima düzəlirsə, o zaten ictimada yaşayanlardandır. Əgər öğrenci fəalları, siz bayaq dediniz, öğrenci fəalları və öğrenci hərəkatı qadın haqlarını ki bayaq sıraladıq, onları hər bir fəal özünə incələyib və onlara inanırsa, yəqin gələcəkdə də biz öz camiəmizdə böyük bir olaylara, böyük bir dəyişikliklərə, böyük bir problemlərin həll olmağına şahid ola bilərik. Doğru. Mən sadəcə, yəni sual çox olacaq. Sadəcə sizdən rica edirəm, sualları yəni qısa və yığcamlı belə cavablayaq. Tamam. Ondan sonra ta yəni verilişimizin sonuna qədər bəzi məsələlərə aydınlıq gətirək. Demək, mən sizdən bir belə sual soruşum. Baxmayaraq ki, özünüz neçə illərdir yəni bir yəni tanınmış milli fəallardansınız və Azərbaycan öğrenci hərəkatının demək olar indiki yəni sözcüsüz. Baxmayaraq yəni sabiqəyizə. Yəni bu milli hərəkətdə olduğunuz müddətdə geçmişə baxaraq, bu geçmişlə bugünkünü müqayisə edəndə Azərbaycan öğrenci hərəkatının durumu nə vəziyyətdədir? Yəni nümunələr olaraq bunu bərrəsə eləsən, indiki vəziyyəti nə yerdədir? Mən üzr istəyirəm, bunu da xatırladım ki, mənzurum bunu yəni gördüyü fəaliyyətlərdir. Fəaliyyətlər. Çox gözəl.
Yani kısa da cevap istediğiniz suallarca bir sual için bunlar artık izahat lazım ama onu da katırladım yani mən bilsin nəyə görə bu soru soruşdum. Mən bu yaxınlıqlarda bir sitədə internetdə gəlmiş bir xəbər oxudum, reportaj oxudum. Orada yazılmış ki, Azərbaycan öğrenci hərəkatı artıq ölübdür. Doğru. Yəni ona görə deyim ki, bu indi yəni siz buna bir aydınlıq gətirəsiniz. Xub indi hansı yəni dəyərli sitə ya dəyərli şəxslərimiz, dəyərli ziyalılarımız hər bir kəs öz dediklərinə məsuldur və öz dediklərini, öz bilgiləri əsasında da sorğu-suala çəkiləcəkdir. Yəqin hər kəs inana bilər ki, öğrenci hərəkatı ölübdür. Xub öyle inanırlar. Amma yəqin onların dediklərinin tərsi də vardır. Onların dediklərinə ayrı fikirlərdə olanlar da vardır və bizim baxışımızdan baxsaq, ittifaqən öğrenci hərəkatı nə fəqət ölməyib, ola bilsə indi birisi fəaliyyət eləmir, aktiv deyir, evində yaşayır və heç bir zatdan xəbərsiz deyir. İldə ayda bir dəfə məsələn olaylardan xəbəri olur və nəzərə gəlsin biləsinə ki, öğrenci hərəkatı ölübdür ya aktiv deyir. O indi şəxsin məsələsidir ki, çoxdandır milli hərəkatın durumundan və cəvvindən çıxıbdır eşiyə. Ancaq keçən 2 ilə biz baxsaq, mən bu söhbətlərin ardında mən Azoha qayıdacağam və Azohun keçən 2 ildə olan fəaliyyətlərin hamısını sənə oraya gələcək. İndi sadəcə yəni bu sahədə söhbətim oraya gəlir. Elə biz bir dənə balaca fəqət mən balaca da deyəndə bir Azoh öyrənsəl qrupun fəaliyyətlərinə siz birazdan sonra baxacağıq. Elə onlarla əsasən xub bu qədər biz fəaliyyət eləmişik. Bunlardan bəlkə qat-qat çox fəaliyyət edən içəridə vardır. Bunları biz yığsaq, tutuşdursaq görərək ki, o qədər də bir ölü deyil. Yəni əgər bu ölü bir hərəkətdir, nə qədər olar ki, belə bir ölü hərəkətlərimizdən çox olsun milli hərəkətin içində. Çünki sonuc etibarilə çox gözəldirlər. Hər bir hərəkəti öz zamanı və öz olan mühit və cəvvi ilə analiz və təhlil etmək lazımdır. Biz öğrenci hərəkatı siz demişkən fərqli zamanlarımız vardı. 1374-də Rəfsənjani iş üstündədir. 1376-dan 84-də Xatəmi iş üstündədir və 84-dən indiyə qədər də Əhmədinəcad. 3 fərqli fikir və fərqli siyasətlər meydandadır. Hətta Xatəminin 2 dövrəsi bir-birindən fərqlidir. Əhmədinəcadın 2 dövrəsi bir-birindən fərqlidir. Hər zaman öğrenci hərəkatı o zamanın əsasını, o zamanın parametrləri ilə tutuşdurub təhlil etmək lazımdır. Biz üçün indi Əhmədinəcad gəlib və məsələn elə bu son zamanlarda 5 fəala 45 il həbs verdiyi zaman biz intizarımız olmayacaqdır ki, Xatəmi zamanında məsələn o əvvəl illərindəki bir siyasi açılım şüarı ilə gəlmişdi, o olaylara şahid olaq. Bu əgər belə bir intizarımız vardı, bu göstərir tərəf iş siyasətinin heç bir bacasından da baxmayıbdır. Biz indiki durumda artıq açıq ələni fəaliyyətləri yox, öğrenci hərəkatına görə bilmərik. Çox da doğaldır. Vaxtı bir balaca bir hərəkətdə indi Bəşər Haqlarının raporuna baxsaq, 4 ilin içində 30-40 nəfər fəqət universitetdən ixrac olunublar. Yəni bunlara biz baxsaq, o qədər də rahat deyil gəlib, hətta belə universitetdə fəaliyyət edib və çalışmaq. Üçün hər bir fəaliyyətin həzinəsi vardır və bu həzinə faydədən sonradır ki, biz bunları tutuşturmalıyıq. İndi ittifaqən öğrenci hərəkatı çox da güclüdür. Keçən ildən bu ilin fərqi hətta daha da çoxdur. Yəni bu il keçən 91-ci ilə baxsaq, 90-cı ildən daha da güclüdür öğrenci hərəkatı və fəaliyyətləri bunun tamamilə göstərir. Elə bir dənə sadəcə fəqət traktor oyunlarına gedənlər, oturub qıraqda danışanlarla mən söhbətim yoxdur. Orada stadiona gedənlər özləri bilirlər ki, öğrencilər və öğrenci fəalları bütün şəhərlərdə elə fəqət sadəcə traktor oyunlarında nə qədər əmək göstərirlər və nə olaylara şahid olurlar və plakartları çıxardırlar, bayraqları çıxardırlar orada və bütün həzinələrə də canlarını alırlar. Yox, öğrenci hərəkatı çox güclüdür əsgər. Oldu, təşəkkür edirəm. İndi mən gələk bu öğrenci hərəkatı deyəndə əlbəttə ki, yəni tək Azov deyil. Əlbəttə ki, bundan başqa, yəni mən indi dəqiq bilmirəm, amma yəqin başqa bir hərəkətlər və ya başqa bir təşkilatlar vardır. Və yəqin ki, siz bilmirəm indi burada ki, bu qədər fəaliyyət deyirsiniz, Azərbaycan öğrenci hərəkətləri vardırsa, əgər siz sadəcə Azov tərəfindən danışırsınız, yoxsa bütün öğrencilər, yəni fərq eləməz, yəni başqa hərəkətlərdə də olsalar, elə onlar da öz fəaliyyətlərini göstərirlər. Doğrudur. Mən çox fərq duyarım, yəni əgər yəni minnətdar da olaram ki, eləyə bilsəm, hətta onların tərəfindən danışıram, amma dəyilir. Mən sadəcə yəni Azov təşkilatı tərəfindən danışıram burada. Ancaq digər fəaliyyətlərin hamısı da vardır. Məsələn, indi universitetlərdə plakart dağılmaqlar var, bunları bərçəs, yapışqan paylaşmaqlar var. Bunların hamısı bizdədir ki, bunların çox sayıları bəllidir, nə qədər bizdə. Amma bizdən
ayrı fəallar da vardılar. Çox gözəl şəkildə adla fəaliyyət eləmirlər, çalışmırlar. Öz nəzərləri budur, bəlkə adla fəaliyyət etmək, qrup şəklində fəaliyyət etmək o qədər də doğru olmasın. Çox sayğım vardır onların baxışlarına, amma tamamilə də onlar da fəaldırlar, aktivdirlər. Oldu, təşəkkür edirəm, çox sağ olasınız. İndi gələk bu Azərbaycan öyrənci hərəkatına. Demək ki, mən keçən səfər sizinlə müsahibədə, yəni bir sıra Azərbaycan öyrənci hərəkatının yazı haqqında bəzi suallar soruşdum. İndi isə daha dəqiq və daha uyğun, yəni sizin fəaliyyətləriniz haqqında və bəzi məsələlər haqqında, yəni istəyirəm ki, bu məsələlərə ya bəzi suallara aydınlıq gətirəsiniz. İlk öncə sualım belə olacaq. Lütfən suallara qısa cavab verəsiniz. Demək belə, Azərbaycan öyrənci hərəkatı ya AZOH nə deməkdir? Azərbaycan öyrənci hərəkatı AZOH Azərbaycan öyrənciləri və onlar yaratdığı qrupların çalışmalarına baxsaq və onların geniş olduğuna baxaraq heç zaman Azərbaycan öyrənci hərəkatının hamısını təmsil etmək anlamında deyil. Bəli. Bunu bayaq mən yenidən dedim və yenidən vurğulamağına gərək vardır. Eyni halda tutumumuz bu olubdur. Təbii ola bilsin, yəni hamımız insanıq və bu insanlıqdan dolayı da bəlkə biraz gənc olduğumuzdan dolayı məsələn mənim indi 28 yaşım var, amma onlar içəridəki uşaqların miyancin sinni. Ortam yaşam 24-23 yaşındadır və bu təbii ehsasi həyəcanla dolayı bir sıra işlər ola bilir ki, bu tutumdan, tərzdən bizi ayrı yerlərə aparsın. Amma əsli ana tərzimiz, ana fikrimiz budur ki, öyrənci hərəkatı fikir və yapışda tam bağımsızdır və heç bir örgüt, qrup ya şəxsə bağlı deyildir. Biz bunu yaşatmaq istəyirik. Oldu. Demək ki, təşkilatınız hərəkətdir, təşkilatdır. Bu nədir? Yəni AZOH nədir? Yəni ayrı bir qrupdur, təşkilatdır, ya sadəcə bir sitədir? Nə deməkdir bu? AZOH-a gəldikdə təbii biz təşkilatıq, amma təşkilatlar kimi əsasnaməmiz yoxdur. Nizamnamə icraimiz vardır və o əsasda çox münəzzəm, sağlam şəkildə fəaliyyət çalışırıq, amma yox, əsasnaməmiz yoxdur. Əsasnaməmizin də olmamağı zaten elə öyrəncisel hərəkətlərin mahiyyətindən dolayıdır. Zaten öyrənci hərəkatı, yəni bizim qrupda olanlar öyrəncilərdirlər və öyrəncilər də zaten neçə nəhayət 4 il, nəhayət 6 il bu qrupda ola bilirlər və ondan sonra üçün başqa bir təşkilatlara, başqa bir fəaliyyətlərə gedirlər. O üçün əsasnamə ki, bura tərh olunur, o qədər də yerinə gedə bilməz. Ancaq qrupdur və bütün iddialara rəğmən indi hər kəs hər nə deyə bilər, amma tarixi təhrif etmək ola bilməz. Tarix yazılır və o qədər də çox uzun tarix deyil. 1387-ci ildə qayıdır. Birinci qrupdur milli hərəkətdə ki, tutuqlanıbdır. Buna nə qədər üstünə gəlinsə də bu tarixdir. Birinci qrupdur ki, milli hərəkətdə qrup şəklində tutuqlanır. 9 nəfər ona mənsub olanlar 1387-ci ilin yayında və payızında tutuqlandılar və toplam 6-sına 18 il həbs verildir. Və ondan öncə siz baxsaz, tutuqlanan çox olubdur milli hərəkətdə. Amma hamısı fərd olaraq və yaxud məsələn filan təşkilata sən bağlısan tutulur. Amma heç bir təşkilatın mərkəzi komitəsi gəlib toplu şəkildə tutuqlanıb aparılmayıbdır. Bu zaten o zaman da AZOH-un gücünü göstərdi və oradan da oldu ki, Keyfərxasta Dağıstan, o zaman Azərbaycan Şərqi Azərbaycan Dağıstanı bunu yazdı yoldaşlara. Hətta Tehrandan da Bazdu gəldi. Yəni Tehrandan birbaşa mərkəzdən Bazdu da gəlmişdi. Mustantik ya Bazdu'da. Mustantik gəlmişdir və zaten o Keyfərxasta da yazır ki, AZOH getdikcə şimal-qərb, yəni Azərbaycan məntəqəsinin ən böyük təşkilatına çevirməkdədir. Bu sənədlər vardır, hamısı internetdə də gedib hər kəs eləyə bilir, izləyib və oxuya bilər. Və artıq 10 dənə şərh sıralanmışdır ki, hala mən saysam da biləcə, dəqiqən öz yazdığını desəm, AZOH bütün İranın bütün universitetlərində, o cümlədən Tehran, İsfahan, Gilan, Ərdəbil, Urmiyo, Həmədan, Təbriz, Xoy, Makin, Nəqədə və Culfada üyələrin tapıbdır və üyə tutmağa başlayıbdır və artıq Şimal-Qərbin, yəni Azərbaycan bölgəsinin ən böyük və güclü təşkilatına çevrilməkdədir. Və bunlar hamısı bahis oldur ki, AZOH o zaman tutuqlansın birinci qrup olaraq milli hərəkatın içində. Oldu. İndi bayaq siz söhbətlərinizdə belə bir şey dediniz. Yəni AZOH ya Azərbaycan öyrənci hərəkatı demək olar sadəcə öyrəncilərdən təşkil tapır. Və öyrəncilər də elə bir şey ki, yəni 4 il, 5 il, 6 il belə o bir müddət ki, institutda olurlar. Siz özünüz indi AZOH-un sözçüsüz.
Yəni siz baxmayaraq ki, özünüz yəni necə deyirlər, öyrənci deyilsiniz və sizin tutumunuz hala yəni burada Azoxun sözçüsü olmaq kimi nədir? Gözəl sual idi. Siz bu gülməyim ona görə ki, bir keçmiş bir 2 il bundan öncə də bir milli hərəkətdə əməyi olan deyək, bir nəfərin bir sözü idi, ittifaqən elə bir paltar tutağında da bunu soruşdular. Siz dediyiniz doğrudur, ancaq yəqin siz də bilirsiniz, adını da desək, burada Folk Universitet adında bir universitetəyə oxşar bir zat var. Bunu gələcək universitetəyə getmək, yəni Salmerzə burada getmək üçün burada İsveçcə öyrənmək lazımdır, sonra da İngiliscə öyrənmək lazımdır. Bu diliyyətlərin hamısı da verilib. Zaten 1-2 ay bundan öncəyəcən Folk Universitetəsində mən var idim və orada aktiv idim, faal idim. İnşallah bəlkə bu il olmasın, gələcək ildə Salmerzə də gedir, bəlkə də bu il olsun. Ancaq gözəl sualdır. Zaten o nizamnamə icraidəki deyildi. Bu təfavüt var, bu fərq var içindəki. İçəyi ilə eşi fərqlidir. Zaten baxsaq siz 1388-ci ildən öncə zaten bizim xaric qolumuz yox idi. Azoxun dışarı qolu yox idi. Amma mən işə gəldikdən sonra bu dışarı qol faal olur və dışarı qola özəllikləri də vardır. Zaten biz dışarıda istəsək öyrənciləri tapaq, yəni öyrənci Azərbaycanlıları, Güney Azərbaycan öyrəncilərini tapsaq iş, bəlkə 1-2 nəfər də tapa bilməyək ki, milli siyasi düşüncədə olsun. O üçün dışarı içəyindən fərqlidir. Dışarıya artıq yaş renci qoyulubdur. Eyni halda öyrəncilər də ola bilirlər, öyrəncilər də buna daxil ola bilirlər Azox içində. Ancaq dışarının özəlliklərindən dolayı bir yaş renci də qoyulub ki, o yaş əsasında da hətta Azoxa inandıqları olduğu zaman üyə ola bilirlər. Olur. Demək ki, indi belə soruşaq. İndi baxmayırıq ki, yəni Azoxun sözcüsü dışarıda, amma demək olar fəaliyyətləri içəridədir. Bu fəaliyyətlərindən indi mən bayaq da anlattım. Yəni belə bir məqalə oxudum ki, Azərbaycan öyrənci hərəkatı artıq ölübdür. Bunun fəaliyyətlərindən yəni anlata bilərsinizmi? Yəni fəaliyyətləri nə həddədir? Yəqin Əsgər bəy. Zaten elə əslində də ora gəlmişəm. Üçün insana gerçəkdən ağır gəlir. Burada dəyərli təşkilat mənsubları, təşkilat sözçülərin birisi də dedilər və o dəyərli bəyimcə də dedim ki, zaten mənim özüm olsaydı bundan çox-çox öncə mən bu söhbətləri elərdim. Ancaq təşkilat buna izin vermir, amma indi bu söhbətlər lazımdır. Çünki zamanı gəlib çatır. İnsan görür, çox böyük fəaliyyətlərdən sonra, yəni öyrəncisel bir qrupuq, öyrəncisel qrupun da o qədər əlində imkanat yoxdur. Amma buna rəğmən, burada mən sıralayacağım və eşidənlərimiz artıq qəzafət etsinlər. İddiası olmayıb çalışanlar hara, bəlkə böyük adlar özlərinə seçib, burada mənəm Bəğdadda kör xəlifə deyənlər hara. Artıq zamanı gəlibdir. Hər bir əməli edən əməlinə sahib çıxsın. Biz artıq bir iş görməyəcək. Bundan sonra ancaq hər bir əməl ki etmişik, o əməli sahib çıxacaq və qoymayacaq. Başqası gəlsin, bir həftə, 2 həftə keçəndən sonra desin ki, o işi görmüşdünüz, ha, o bizimki idi. Yox, elə deyil. Çox gözəl bir nüqtəyə işarət etdiniz. İşlərimizə gələk. Mən bir dənə list tutmuşam. İzin versəz mən bunu üçün zamanımıza da az qalıbdır. Mən bunu tez-tez elə bir sıra ilə gəlim deyim. Birinci ən başda gedən bizim işlərimizdən öyrənci hərəkatının görevlərindən birisi tutuqlananların xəbərlərini yaymaq olsa da, ancaq görevlərindən birisi hər il bəşər haqlarının raporunu hazırlamaq mən fikirləmirəm olsun. Yəni bu qədər bizim bütün gücümüzün bəlkə bəzi zamanlar elə fəqət buna biz zoom edirik. 87-ci ildən indiyə qədər 87, 8, 9, 90 4 ildir. Sadəcə milli hərəkətə baxsaq, fəqət Azox tərəfindən bəşər haqları raporu verilibdir. İllik rapordur, müstənəddir. Yəni heç bir kəs gəlib deyə bilməz ki, burası belədir, burası belədir. Zaten xəbərlər vardır. Filan kəs filan tarixdə, filan zaman tutuqlanıbdır. Müstənəd və müstənədliyin də nədəni budur ki, bunu qanuni məraciyə, yəni məsələn bəşər haqları örgütlərinə çatdırmaqda biz sorun yaşamayaq. Bunların hamısına rəğmən siz görürsünüz ki, heç bir söhbət ortada olmur belə bir bəşər raporlarını. Birinci qrup ki, illik rapor hazırlayır və təkcə qrupdur indiyə qədər Azoxdur. Sitədə də vardır, yoldaşların birisi işarət etmişdir ki, siz bunu niyə tərcümə etmirsiniz latincəsini? Sanki biz məsələn evdə sandıqda gizləyirik. Bu saytda vardır, hər bir kəs götürüb tərcümə edə bilir və hər bir kəs də yaya bilir. Amma bunu yayan yoxdur. Bu bizim görəv deyildir.
Yəni bəşər hüquqları örgütləri yaranmalı və bu görəvi öhdələnməlidir. Amma maalesef nədənsə hələ də belə bir çaba göstərmək yoxdur və bunun yükü sadəcə və sadəcə düşüb bizim başımıza. Heç bir kəs də bu yükü qaldıran deyil. Ancaq bu raporlara baxırıq, böyük bir faciə olur. Biz burada sayın hörmətli QDP təşkilatının təmsilçilərinə Mahmud bəy Bilgin və digər üyeləri ilə də Avropa Parlamentoya getdik, Avropa Şurasına getdik və görüşlər keçirdik. Orada unutmaram mən İlya Subotin bəy və Josef Weidenholzer bəylərdən görüşəndə bu raporları biz verəndə şaşmışdılar. Yəni bu qədər də bizim bir məmləkətdə baskı ola bilər. Mən buranı sıralamışam. Bir xülasə verəm rapor. Keçən 4 ilin içində bəşər hüquqları haqqında maraqlıdır. 10 dənə şübhəli ölümümüz vardı bizim. 1082 nəfər tutuqlanıbdır. 1082 nəfər 4 ilin içində tutuqlanıbdır. 30 öğrenci yüksək lisans almaqdan məhrum olunubdur. 30 nəfər. 2 nəfər oxuldan, mədrəsədən ixrac olunubdur. 17 öğrenci universitetdən ixrac olubdur. 522 il həbs cəzası verilibdir. Yəni bu dildən gəlir, amma insan biraz duysa 524 il həbs cəzası 382 nəfərə və 5542 dənə şallah qəmçi verilibdir. Demək, keçən 4 ildə hər 32 saatda bir nəfər tutuqlanıb və hər 4 gündə bir milli fəala 16 ay həbs verilibdir. 4 il boyunca. Bu soyqırımı biz gəlib orada Azovda rəsmi şəkildə açıqsa qoymuşuq oraya. Amma mən adını qoyum qısqanclıq, mən adını qoyum hər nə mənə. Əslən Azovun adını orada silin, amma bunu paylaşan yoxdur. Söhbətlərin əvvəlində buna işarə etmək, yəni bunu istədim gəlib çatdıram ki, bu ortam bir dəyişilməlidir. Biz ola bilir seminarda, konferanslarda otururuq və bunu deyirik ki, hə biz milli hərəkətin səsini dünyaya çatdırmaq. Bu dünyaya çatdıran kim olacaqdır? Zaten milli fəallar olacaqdır. Biz heç bir fəaliyyət etmirik. İntizarımız da vardır ki, bir nəfər ay kürəsindən gəlsin bu məsələn bu bəşər hüquqları raporun yaysın. Çox acınacaqlı bir durumdur. Başqa ayrı zatlar da vardırlar. Məsələn 34 bir rapor hazırlandı, sizdə vardınız, o seminer keçirdik burada. 34 şübhəli ölümün raporu hazırlanıb. 34 nəfər şübhəli ölümə məruz qalıblar, şəhid olublar və elə o cüdə gəldi, o cüdə getdi. Sanki bir epidemi var milli hərəkətdə. Dedim, bu söhbətlər ola bilər çoxların tərpətsin, çox da belə Azovun üstündə gəlinsin. Amma qoy olunsun. Bu ortam dəyişilməlidir. 34 milli fəal şübhəli ölümə məruz qalıblar keçən illərin içində. Bu güzarış Azov tərəfinə sunuldu və o cüdə gəldi, o cüdə getdi. Bilmirəm, aya müşkil buradadır, milli hərəkətin içində hər bir təşkilat bir işi görür. Çünki o təşkilat o işi görübdür, gələk bu boykot olunsun. Bəs bu millət haradadır bu arada? Bu millətin dərdi millətə dünyaya çatdırmaq haradadır bu ortada? Qalan fəaliyyətlərə mən gedim ya? Bəli, fəaliyyətləri buyursun. İşarə burada yazmışam, mən balaca bir notlar da götürmüşəm. Ayrı bir nümunə mən çəkeyim elə bəşər hüquqlarında. 396 nəfər 1360-cı ildən ta 1367-ci ilə Təbriz zindanında, dostağında edam olunublar. 396 nəfər. Bunların dənə-bədənə adların hamısını çıxarıb rahat işləyir ki, bunları hazırlamaq. Yəni o ortamda İran kimi məmləkətdə 396 nəfərin adlarını hazırlayıb və yayıb paylaşıldıq. Amma nədənsə bu da heç bir yerdə xəbəri yoxdur. Yəni heç bir kəs bunu paylaşmır. Heç bir kəs bunun üstündə fəaliyyət etmir. Hətta belə Azovun adını silməklə də heç bir kəs bu işi görmür. Təəssüflər olsun. Yəni belə bir ortam var. Yəni bilmirəm qısqanclıq ya deyək ki, mənəm. Baxmayaraq onsuz da mən hər zaman yəni demişəm, yenə də deyirəm. Danışanda hamı deyir ki, Güney Azərbaycanın istiqlaliyyəti, Güney Azərbaycandakı yaşayan insanların haqlarıdır. Hamının hədəfi birdir deyir. Amma baxanda ortalıqda yenə hər kəs yəni heç kim bir-birini bəyənmir. Bilmirəm ya ixtilaf səliqə deyək ya düşüncə də axı düşüncə ayrılığı yoxdur ki, burada deyək düşüncələri də ayrıdır. Hamı danışanda hamı deyir ki, Güney Azərbaycanın müstəqilliyi. Amma niyə bu qədər şeylər? Təəssüflər olsun, bu məxsusən dışarıda ya Avropa ölkələrində, ya Amerika ölkələrində yaşayan Güney Azərbaycanlılar tərəfindən belə bir
əlbəttə mən bəyənilməyən işlər deməyim də bəyənilməyən işlər və hər kəs özünü bəyənmiş halətdə, yəni hərəkət edir və hər kəs öz adına istəyir bir addım atsın və tək addımın ya tək əlin səsi çıxmaz və ümid edirəm ki, bu əllər bir gün bir-bir üstünə qoyulub və belə demokratik ölkələrdə yaşayan insanlarımız rahatcasına ki, sözünü birlikdə desinlər. Nəinki hər kəs bir şəhərdə ya bir ölkədə, yəni tək başına fəaliyyətlər heç bir yerə, yəni dünyaya biz sözümüzü çatdıra bilməyəcək. İndi gələk mən ardına gedə bilərəm ya. Bəli, buyursunuz. Bunlar hala dedim biraz da acı danışıqlar oldu. Ancaq bayaq bir sual verdiniz. Bəlkə elə bunlara ona da yaxşı olsun, bir cavab olsun. Ki, öyrənci hərəkatı ölübdür ya yox. Mən öyrənci hərəkatının ölüb-ölməməyində söhbətim yoxdur. Ancaq Azoxan bir balaca fəaliyyətlərindən də gəlib deyəm. Neçə yerə bölmüşəm. Hala bu bəşər haqlarının raporları qalsın ki, nə qədər çətindir bunları hazırlamaq, nə qədər güc istəyir, zaman istəyir, bunlar qalsın. Bunlar dediklərim sənədləndir. Sitədə hala da vardırlar və sitədə olduqları zaman da şəkilləri vardır. Bu şəkillə deyəndə bəlli bir zatdır. Məsələn də qoy bunu açıqlayım deyim də, ad da gətirməyək. Məsələn bir təşkilat iddia edir ki, filan yerdə, filan zaman mənim üyələrim getdilər, duvar yazdılar. Şuar yazdılar, milli şuarlar. Axı bu duvarı gedib yazan, yəqinən o ki, bu 3 ildir mənə işə gəlmişəm, bunu içəridə olanların hamısı da bilirlər. Duvarı yazmaqda biz bu rənglə ki deyirik, o rəngi tərpətmək lazımdır duvara çəkməkdən öncə. Və bunun şıqqa-şıqqı bir kütləni oyadır. Zaten onu o şıqqa-şıqda, onu sən duvarda yazıbsan və qutulubdan sonra sən eləyə bilərsən bir dənə şəkil çəkəsən. Olmaz ki, bir təşkilatın bütün duvar tərəf gedir, yazır, şəkil çəkmir. Bildiri paylayır, şəkil çəkmir. Plakat çıxardır, şəkil çəkmir. Olmaz ki, yəni bu biraz məntiqə sığmır ki, mən hər bir iş görmüşəm, bütün işləri mənim əlimdədir, mən deyənləri görürlər, mən deyən fəaliyyətləridirlər, amma heç bir sənəd də yoxdur ortada. Nəhayətdə də xəbərində gəlib yayında o əlbəldən xəbər götürüb yayırıq. O üçün mən bu dediklərimin hamısına, hər bir kəs hər zaman istəsə, sənədlərini də burada biz ortaya qoya bilərik. Duvar yazmağa gəlsə, Mərəkan Marağa Tehran şəhərində mehr 1390-cı ildədir. Mərəd, Tufarqan ya Azərşəhər, Şəhrivər 1390 Urmu gölü haqqındadır. Təbriz Bəhmən 1391-ci il, yəni keçən ildə Hüccət Rüstəm Əzimi qədim tutuqlanandan sonra duvar yazmalar oldu onun azadlığı haqqında. Məlikəndə Fərvərdə 1392-ci il, təqribən bir ay bundan öncə siyasi zindanların, məhbusların azadlığı istənildi və Tehranda 1391-ci il İsfənd ayında ana dili günü ilə bağlı milli şüarlar yazıldı. Bunlardan qat-qat çoxdur Azoxan fəaliyyəti, ancaq bunların müstənəd şəkilləri var. Mən dünən bir sitəyə bir göz atdım və orada bunları tapa bildim. Bunlardan da çoxdur. Hər kəsdə iddiası var, təbii indi çıxa bilər ki, bu işləri biz görmüşük, ancaq onları da sabit eləmək o qədər çətindir. Ancaq plakard, parça yazılar və elamiyyəl bildirilərin paylaşmağına gəlsək, 7 mövrudu mən fəqət sayım. Təbriz mehr 1390 ili siyasi zindanların haqqında azadlıq istəmək üçün elamiyyə paylanılır. Təbriz Xurda dayı 1391 təzahürat, yəni aksiyaya haqqında, Xurdadın birində aksiya üçün çağırış bildirilər paylaşılır. Tehran şəhərində 1391-ci il tir ayında Urmu gölü ilə bağlı körpülərin üstünə bir böyük parça yazılar yazıldı. 2 mövrid oldu. Urmiya Universitetəsində 1391-ci ilin Azər ayında 21 Azərlə bağlı traketlər paylanıldı. Urmiya şəhərində eyni halda İsfənd ayının 1391-ci ildə ana dili günü ilə bağlı yapışqan yapışdırıldı. Urmiya şəhərin çox yerlərində və habelə Universitetəsində və eyni halda Təbrizdə bir parça yazı yazdırıldı. Ana dili günü ilə bağlı 1391-ci ilin İsfənd ayında. Demək mən 15 dənə fəqət burada sadəcə saydım. 26 ay zaten yenidən fəaliyyətin artıq gündəmə gətirilməsindən. Azoxun yeni dönəm başlamağında. Bayaq da tozihdə mən unutdum ki, bir balaca 1387-ci il tutuqlamalarından sonra bir dəyişikliklər oldu Azoxda. Keçmiş mərkəzi komitədən sadəcə bir nəfər qaldı və qalanlar dəyərli hörmətli yoldaşlarımızla yoldaşlığımızı saxladıq, ancaq da artıq Azox ayrı yolu özünə seçdi və artıq fəaliyyətin ayrı səmtə apardı
O üçün deyirəm ki, bu sadəcə keçən 2 ilin söhbətləridir. Demək, 26 ayın içində 15 dənə fəqət bizim əməliyyatı şəhər işimiz olubdur. Təqribən hər ayda bir dənə. Bu bir ölü hərəkət deyil. Gəlin ekonomi konusuna. Bilirsiniz, İsfənd ayının sonlarından bir qrup sayğıdəyər, hörmətli, gerçəkdən çalışqan milli fəalımız, öyrənci fəallarımız içəridə önəri sundular Azot təşkilatına ki, birlikdə ekonomi haqqında biz fəaliyyətlərimizi başlayaq. Nə gözəl də fəaliyyətə başlayıblar da. Keçən bir ay, 2 ayın içində neçə sahədədir? 6 sahədədir. Turizm, sənət, Urmu gölü, əkinçilik, sənət və məadin, yeraltı qaynaqları və təhlili yazılardır. 6 yerə bölündü. Toplam 21 yazı orada paylaşıldı və 7'si özəl idi. Demək, burada da Azo bu yoldaşlarla əməkdaşlıq edərək 7 kitab hazırlar. Keçən 26 ayın içinə baxdığımızda ilavətən 11 kitab və cüzvə hazırlanır. Demək, 26 ayda 18 kitab hazırlanıb Azo tərəfindən. Hər 45 gün bir dənə kitab cüzvə verilibdir. Yəni bunları siz nəzərdə alın. Sadəcə özdə bir öyrəncisəl bir qrup biz deyirik. Öyrəncisəl qrup ki, deməli bəlkə o qədər də yaxşı olmasın, amma xəzinələrin haradan gətirir? Sadəcə öz üyelərinin, bir öyrənci üyelərinin üyəlik haqları ilə. Bizim o qədər pul deyir, o qədər para deyir. Ancaq hər ay təxminən İran pulu ilə hesablasaq 1,5 milyon Azo təşkilatının xərci olur. Bunlara rəğmən, bu qədər çətin duruma rəğmən, ancaq bu qədər də fəaliyyət olunur. Bunlara ilavətən gətirin 13 fevridə 1390-91-ci ildən özəl xəbərlər, 1390-cı ildə Urmu gölünün 3 həftəlikdə olan nə qədər üyələrimizin içində aktiv olmaqları, Xurdad ayın 1391-ci il keçən ilin Xurdadın birində olan Təbrizdə olan aksiyalar, 15 Xurdadda Elgöldə oldu. Bunlardan nə qədər əməkləri olubdur. Və gəlin çatın Xanzadə cəryanına, zəlzələ olan cəryanına və bunlar sadəcə fəqət içərinin mən fəaliyyətlərini sayıram. Hələ eşik qalsın ki, sonda, yəni nəhayətdə vaxt olsa, onları da sizin hesabınıza sunacağım. Qalsın ki, indi bildirilər yayılıbdır, özəl videolar gəlibdir. Bunlar hamısı qalsın. Mən elə sıra ilə gəlim elə. Nəhayətdə bir sual da verdiniz ki, Azo sitədir ya deyir. Biz başlayanda zaten bunu istəyirdik deyilə. Şöyle belə bir baxış yaransın ki, Azo sadəcə bir nəfərdir, 2 nəfərdir, eşikdədirlər və bir sitə həddindədir. Nədən bunu seçdik? Zaten keçmişdə bizə bəlli olmuşdu ki, İran hakimiyyəti qrup şəklində fəaliyyət edən və özəlliklə gizli şəkildə fəaliyyət edən qruplardan nə qədər qorxusu vardır. Çünki gizli olan fəaliyyətləri bilmir və o üçün də ən böyük zərbəni oralardan yeməğini də bilir. O yüzden bu qərara gəlindi ki, artıq Azo özümüz tərəfdən də hətta belə reklam olunsun ki, bir saytdır və 1-2 nəfərin əlindədir. Ta içəridəki olan üyələrimizə o qədər baskı gəlməsin. Bu arada bizim tutuqlarımız da olubdur içəridə. Ancaq nə şükür, nə qədər gözəl ki, əmniyyəti məsələləri nəzərdə aldığımızdan dolayı heç birisinin Azoha bağlı olduqları bəlli olmayıbdır və buraxılıblardı. Və umarıq ki, bundan sonra da belə olsun. Ancaq elə saytın özünə də gəldikdə, yəni hətta elə bəzi yoldaşlar demişkən sayt da nəzərə tutsa, amma bir saytdan da bir balaca rapor verim. Bunların hamısının ricam budur eşidənlərdən. Bəlkə milli hərəkətdən lazım olsun. Hər bir kəs gəlsin fəaliyyətlərindən, hər bir təşkilat gəlsin fəaliyyətlərindən bir rezümə burada versin. Doğrunu yaxşıdan millət seçsin. Artıq doğru unvan ilə seçilənlər artıq aktiv olsunlar, artıq güvənsin özlərinə və doğru olmayan unvan ilə də seçilənlər artıq gedib artıq aktiv olsunlar. Boş-boş şüar verməklə özlərin milləti adı pis olur, amma millət sözü vardır burada. Hətta belə sayt nəzərdə tutsa Azohu və o biri saytlardan tutuşdursaq, mən fəqət oxuyuram. Kulli mətləblər keçən 26 ayın içində 18 mindən çox mətləb qoyulur. Hər gün 23 dənə. 2600 məqalə, 1500 dənə müsahibə güzariş ki, bunların 105 dənəsi özəldir. Yəni hər həftə bir dənə özəl rapor gedir Azov tərəfindən. Bunların 1500 dənəsi də latindir. Yoldaşların birisi deyirdi ki, Azovda heç bir latin bir zat tapa bilmirik. Hər həftə 15 dənə yaxın latin yazı vardır. Və bunların bölümləri var. Azərbaycan xəbərmiyanə bunlar nə qədərdir? Kitab bölümü var. 114 dənə kitab qoyulub Azov tərəfindən. 73 dənə film qoyulubdur.
və qalsın ki, bunların indirimləri 105 mindən aşıbdır. Sitəni görən təşkilat sitəsinin görüşçüləri birinci gündən indiyə qədər, birinci gün sıfırdan başlayıb indiyə qədər gəlib çatıbdır. Təxminən hər ay 30 min nəfər görüşçüsü var. Yəni birinci gündən indiyə qədər mütəvəssit. Və keçən 6 ayın mütəvəssiti 57 min nəfərdir. Hər gün görüşçümüz. Qalsın ki, ən çox baxılan gün 17 dey 126 min nəfər olubdur. Və qalsın Urmu Gölü bölümü açılıbdır 3 dildə, ingiliscə, türkcə və zat. Bu sitəni dedim, mən bir zat deməsəm olmaz. Ankara'ya getmişdik, değerli yoldaşlardan birisi işarə edilər ki, bunu hamı bilir ki, bu sitə yalandır, bu görüşçülər, hər bir kəs bu baxış sayısını arta bilər də, çoxarıla bilər də. O değerli yoldaşa dedim, buradan bir dəfə də bəlkə təkrarlamağı yaxşı olsun ki, əgər ola bilir, hamı görsün. Əgər çox bir sadə bir texnolojidir ki, yəni hamının əlindədir, bismillah, hamı görsün, bu sayarı qoysun, yazsın 1 milyon. Əgər də ki, bilirik, yox, bu işi görmürük, əlimizdən gəlir və pis iş bilirik, bunu gəlin azohun pis iş gördüğün yayın. Nədən bir pis olayı görürsünüz və yaymırsınız? Sözü gətirir. Bir paltak otağı vardı. Keçən 2 il bundan öncə bir değerli yoldaşımız, değerli de deməsəm, bir yoldaşımız vardır. Gəldi, orada başladılar, söhbət etdilər və nəhayət burada bəzi yoldaşlara zəng açmışdılar ki, hə, mən bilirəm ki, filan kəslər çox ayıb işlər görürlər, təxribatla məşğuldular, nə bilim, ailələri müzakirəyə qoyurlar. O zaman da elə həmən otaqda 40-50 nəfər insan olduğuna baxmayaraq, mən şəxsən özümə getdim. Əgər biz bilirik, bir nəfər millət üçün bir xəyanət edir və o xəyanəti millətə ifşa etmirik, zaten o insandan artıq biz xəyanətkarıq. İndi də əgər bilirik ki, azov yalan deyir, ya bunların heç birisi doğru deyir, bunları deməyənlər artıq bizdən də xaindirlər. Oldu, təşəkkür edirəm. İndi bu gəlib bu, yəni dışarıda olan fəaliyyətlərini duyduq. Sadəcə bu traktor indi gündəmdə olan məsələ. Birinci mən yəni bir qısa olaraq, yəni o qədər vaxtımız qalmayıb. Belə bir sual soruşmaq istəyirəm. Traktor, yəni bildiyiniz kimi Güney Azərbaycanın ya Təbriz şəhərinin tanınmış, yəni futbol takımı ki, baxmayaraq bütün dünyada da demək olar bu yaxınlıqlarda İsveçin tanınmış Aftonbladet qəzetində də bir məqalə gedir, başlığı traktor, qanlı traktor adında bir yazı gedir. Orada da yəni Təbrizin ya traktor sazı haqqında belə bir yazı gedir ki, orada nələr olur, nələr olmur. İndi istəməz oradakı iştirak edənlərin, traktor stadionuna gedənlərin çoxsu da yəni demək olar tələbə, öyrənci və cavanlardır. Və gedirlər orada sözlərini deyirlər, rahat demək olar, necə deyim, istər-istəməz yəni bir maçla, futbol maçı ilə bərabər istər-istəməz milli şüarları da orada səsləndirirlər. Birincisi, mən sizdən belə bir sualı soruşmaq istədim ki, bu stadionda milli şüarların səsləndirməsi nə qədər düzgün və nə qədər yanlışdır? Bunu yəni iki sahədən baxmaq lazımdır. Birincisi, milli, yəni rejimə qarşı və traktorun futbol takımına gələn olan zərbələr və ya insanları rejim tərəfindən hədələmək, bunları iki tərəfdən də dəyərləndirəndə necə görürsünüz? Və öğrencilərin bu hərəkətdə nə qədər rolları olur? Traktor takımına gəlsək, sadəcə bir dənə fəqət orada Güney Azərbaycan İran deyil plakardının çıxarılması nə qədər dünyanı belə dəyişdirib, nə qədər İran içində İran məsulların belə təhlükəyə saldırmağı bəllidir, aşkardır, ortadadır. Və bu işin nə qədər doğru olduğunu ortaya qoyur. Artıq bu üstündə də söhbət o qədər də lazım deyil. Traktor bir araçdır. Necə ki, Babək qalası belədir, necə ki, və başqa zatlar da belədir. Zaten hətta bu baxışdan gəlib çatsaq, yetişsək də buna yetişə bilərik. Hətta təşkilatlar da belə bir aracılar. Zaten millətimiz saadətə çatmaq üçün. Yəni traktor takımının oyunlarına vaxtı 100 min nəfər insan gedə bilir və milli şüarlarımızı səsləndirə bilirik. Təbii böyük bir qazancıdır və bunun həzinəsi də var. Həzinəsi odur ki, hər bir oyunda çoxlu insanlar tutuqlanırlar. Həzinəsi odur ki, rejim artıq da traktoru həsb etməyə də başlayıbdır. Necə ki, bələdiyyə timində duyduqda dünən Bərtər ligindən, yəni birinci zatdan yendirdilər aşağıya. Həzinələri də vardır, amma bu ki,
Yəni bu fürsəti biz qaçıraq və artıq xəzinə gəlməsin, artıq doğru dəyir, millətimiz artıq bizdən qaçacaqlar, cavanlarımız tuxlanacaqlar. Yox. Zaten bu yolun xəzinəsi vardır. Və bu əsasda öyrəncilərin nə qədər bunda fəaliyyəti vardır, bunu siz tutuşdura bilərsiniz. Özəlliklə 1389-cu il və 88-ci ilin başlanğıclarına baxsaq ki, traktor birinci dəfə getmişdi. Birinci oyunların başlayırdı. O zamandan indiyə qədər fərq ortada vardır. Özəlliklə o zaman artıq öyrəncilər çoxlar gedirdilər. Ancaq indi o qədər də gərək yoxdur. Sonra təcrübələrin, öyrəncilər qruplarının təcrübəsini artıq millətə çatdırıblar və millət zaten elə şəhərdə yaşayanlar da çox gözəl şəkildə özlərini orqanizə edib və şüarları səsləyə bilirlər, çətə şəklində fəaliyyət edib və belə fəaliyyətlərini davam verə bilirlər. İndi buların öyrəncilərin burada nə qədər əməkləri vardır da gəlsək, elə həmin plakardın özündə görə bilərsiniz. Plakardın qaldırılmasında müstəqimən onun özündə də öyrəncilərin əməklərini görə bilərsiniz. Yəni siz iddia edirsiniz plakardı öyrəncilər qaldırıblar, öyrənci hərəkatını. Bir dəyərli təşkilat belə bu iddiada bulundular, ancaq onlara qarşı bir bildiri içəridən gəldi və bir bildiri də dəyərli müstəqil TV tərəfindən. Əmir bəy, sizdən xahiş edirəm, tam açıq və aydın danışasınız. Yəni dediyimiz kimi, yəni söhbət açıq olacaq. Yəni bundan belə, onu sadəcə öyrəncilər qaldırmayıblar, yox. O plakardı qaldıranlar 3 yerə bölünürlər. Şəhər millətçiləri, öyrəncilər və eyni halda ayrı bir qrup tərəfindən ki, yəni təşkilat sayılmaq istəmir. Bunların üçünün, o qrup da deyim ki, o iddia edən qrup deyir, kəsinliklə o deyir. Bunların üçünün iddia edən qrup kimdir? Adları vardır, ekidə də baxa bilərsiniz. Zaten səsləri də hər yerə getdi, çatdır da. Baxız, mənə indi adı bəlli ola bilər. Amma bəlkilər və indi adı. Baxız, ya bir mətləbi deməyiz, deyirsinizsə, açıq aydın onu danışız. Əgər siz o təşkilatın adını bilirsiniz deyin. Çünki ayrıları da iddia etdilər buna. Baxız, siz iddia edirsiniz ki, bu yəni plakardı 3 qrup yaradıb. Doğrudur. 3 qrup tərəfindən. Bilmiyorum ki, əgər siz bunu iddia edirsinizsə, sabit eləməlisiniz. Və o adam deyirsiniz ki, bir dəyərli təşkilat da bunu, yəni onu da iddia edir. Yəni siz yəni sözünüzdən belə çıxır ki, o bir təşkilat ki, bu plakardı iddia edir. Siz onun sözünü təkzib edirsiniz, amma öz dediyiniz iddianızı qəbul etmək istəyirsiniz. İndi burada yəni bəlli olmalıdır ki, yəni qoyun bir misalla bunu həll edək. Misalla yox, xahiş edirəm, yəni açıq aydın danışasınız. Yəni siz mənə söz vermişdiniz ki, açıq danışacaqsınız. Yəni bununla bağlı, bununla görə də mən sizinlə tam açıq şəkildə danışıram. Gözəl. Elə o üçün də mən istəyirəm misal vuram xidmətçiyə. İzin versəz sizdə. Buyuruz, xahiş edirəm. Yox, buyurun. Bütün zamanımızdan da 12 dəqiqə qalıb. Mən ayrı qonular da var. Məsələn 600 imza qonusu vardı. Çox maraqlı idim ki, buna çatam. Hətta Kərbəbi stadının qonusu var idi və bəylərin birisi ilə yazışmaqlarımız var idi ki, maalesef onlara çatmadıq. Bəlkə bir ayrı gündə bir təzənə gəldik, onların haqqında danışdıq. İnşallah. İnşallah. Bunu belə açıqlayaq. Bu plakart çıxdı. Bu plakatdan, elə həmin 600 imzanı deyirəm. Təqribən 12 gün öncə Azot tərəfindən ki, 600 imzaya təbki bir yazı gəlmişdi. Orada açıq-açıq yazıldı ki, o zaman ki qərardır Təbriz stadionunda Güney Azərbaycan İran deyil plakardı çıxsın, açıq orada vardır. Və o zaman da gördülərdi. Burada da siz də şahididsiniz. Dedilər də ki, çıxacaq, çıxmayacaq, nədir? O zaman yazıldı bu. Bu birinci sənəddən siz gəlin tutun, yetişin buraya ki, bu plakart çıxdığında siz diqqət etsəz, sadəcə burada elə millət özü hər zadı seçəcəkdir və biləcəkdir cəryan nədir. O plakart çıxdığı zaman Facebookda birinci şəkil ki yayıldı. İranın kanalından yayınlanan bir əkiz idi. Ki bir balaca orada bir əkiz götürmüşdü və onu hamı başladı Facebookda yaydı. Ancaq o əkizdə maraqlısı buydu ki, o sağ tərəfəsi düşməmişdi. Azərbaycan İran deyil düşmüşdür. Bu, o şəkildə bu var idi. Dərhal bütün təşkilatlar, bütün də deməyəm, çoxlu təşkilatlar və özəlliklə həmən iddia edən təşkilatlar götürülə bunu yaydılar və Azərbaycan İran deyil plakardı Təbriz stadionunda çıxmasını reklam etdilər, sitələrində yaydılar və başladılar bunu Facebookda yaymağa. Fəqət və fəqət Azov idi ki, elə o zaman Facebookda da yaydı. Öz xəbərində də elə həman əkizlə həm yazdı ki,
Güney Azərbaycan İran deyil plakarda çıxıbdır. Biz bilirdik nə çıxacaq və çıxdığını da gördük. Ancaq bilməyən birisi təbii orada deyəcək ki, Azərbaycan İran deyil plakarda çıxdı. Və o üçün də sahiblana bilər də, ona çaba göstərə bilər də. Ancaq onu önləmək üçün gələcək oyunlarda bir gün ondan öncə, bayraq çıxdıqdan öncə yazılır ki, sabah bir olay olacaqdır və onun şəkillərini də gözləyəcəksiniz. Olay da Azərbaycan bayraqlarının üç rəngi olayından olacaqdır. Təbii bunu açıqlamaq lazım deyil, kamil. Çünki sabah biz olayı istəyək yaradaq və əmniyyəti qüvvələr oranı qoruq ediblər. Elə həmin bu plakatdan olan təcrübəmizdən dolayıdır ki, biz bunu bəlkə də sonra iddia da olunmasın ki, yox, bu da bizim işimizdir. O üçün siz diqqət etsəz, bir özəl rapor yayıldı və bayrağın birinci ləhzə çıxmasından ta sonuna dək şəkilləri qoyuldu ortaya. Buna deyərlər bir işi görmək. Əgər bir təşkilat, əgər bir qrup, əgər bir hər kəs iddiası var bir işi görüb, necə ki, deyilir ki, şəkilləri də vardı, onu yaymalıdır. Birinci ləhzədən ta sona dək. Çünki sən bilirsən harada yayılacaq, sənin üyələrin gediblər, o məsələn plakardı çıxardıblar. Və sən üyən gedib plakardı çıxardıb, birinci ləhzədən əksini salar, şəklini də qoyar, təşkilatın adını da qoyarsan oraya ki, heç kəs oğurlamaz. Vaxtı bu olay olmur, təbii məcbur olursan, gəlirsən ayrı bir yerdə bir nəfərin filmin oğurluyursan, götürürsən yazsan bu bizim filmimizdir. Üstünə də gedəndə deyək, yox, siz bizdən oğurluyursunuz. Müsahibənin əvvəlində belə danışıldı ki, bu olaylardır ki, artıq milli hərəkəti, milləti milli hərəkətdən soğumağa da apara bilir. Bəlkə zamanı gəlibdir, bunlara bir son verilsin. Qoy hər kəs qurbanı olur olsun. Zaten elə Azov, zaten elə mənim özümdə neçə nəfərlər gəliblər indiyə qədər bizi İran adamı adlandırıblar, bizi hər bir zada filan Azov Musaviyə filan deyiblər, Azov İrançıdır deyiblər, əmir filandır, hər bir söz deyiblər, qoyun deyilsin. Zaten öyrəncisel hərəkatların vəzifəsi budur, qurbanlıqdır. Qoyun qurbanlıq olunsun və olaq, ancaq milli hərəkətdə yeni bir dəyişim yapılsın. Artıq sorumluluq gəlsin milli hərəkətin fəalları. Oldu, təşəkkür edirəm. Siz indi burada sorumluluq deyirsiniz. Yəni mən indi sizdən istəyirəm belə bir sual soruşam. Birincisi, burada bayaq plakat haqqında danışdınız. Yəni siz plakatı iddia edirsiniz ki, siz onu çıxardanlardan birisiyik. Yəni bu 3 qrup ki bildiniz, onlardan birisi yəni Azov təşkilatı. Bu bundan. Sonra baxın milli hərəkət istər-istəməz yəni neçə dənə təşkilat var, müxtəlif adlarla, saylarla, yəni müxtəlif və baxmayaraq ki, təşkilat çox olduqca çoxlu ixtilaflar da var ortalıqda. Yəni açıq danışmaq lazımdır. Çoxlu hamıya bəlli olduğu kimi ixtilaflar da var. İndi Azərbaycan öyrənci hərəkatının istər-istəməz bunun bir tanınmış bir sitəsi var, Azov adında. Bu Azov sitəsi istər-istəməz xəbərdir, bildiridir, müsahibədir, burada yəni yayır. Siz yəni Azərbaycan öyrənci hərəkatının sitəsi, aya bu məsələn tutaq elə bir təşkilatın düşüncəsi ilə və ya onun insanların heç bir rabitəsi yoxdur, bəlkə ixtilafı da var hələ. Aya onların da xəbərlərini, bildirilərini və ya müsahibələrini yayır yoxsa yox? Kəsinliklə yayır. Kəsinliklə yayır. Mən bunu burada iddia edirəm. Hər bir kəs iddiası vardır ki, belə deyir. Xahiş edirəm. Bayaq dediyimə yenə də dönürəm. Əgər bir zat var və millətə biz demirik, biz millətə xəyanət edirik. Bu iddia edirəm burada. Çünki yəni baş e-mailin baş passwordu məndə olduğuna görə hamısına çək edirəm. Əgər bir yazı sitəyə gəlib və vurulmayıbdır, bu imkansızdır. Hər bir yazı ki sitəyə göndərilir, adresinə göndərilir, hər bir yazı, demirəm də içində söyüş falan olması, bunlar çıxmaq şərti ilə hamısı vardır. Hətta o yazılar ki içində ayrı bir kəlmələrdə istifadə olunur, onlar da vurulur. Ancaq başda yazılır ki, məsələn, bəzi kəlmələr silinib və yerinə 3 nöqtə qoyulubdur. Və buna artıq buna barmaq qoyuram. Heç bir təşkilat iddia edə bilməz. Bir bildiri, bir yazı, hər bir nəmənəni göndərdik Azova və Azov vurmadı. İddia edə bilməz bunu. Amma təəssüflər olsun ki, yəni milli hərəkətdə yəni demək olar istər-istəməz yetərincə media deyim olur, var ya yoxsa yoxdur. Amma internet aləmi demək olar hamının ya xəbər saytlarıdır, hamının bütün təşkilatlar da demək
imkan vardır ki, xəbər saytları var yenə. Amma bəzən görürük ki, sansor ya senzura da olur ortalıqda. Evet. Misal üçün, əgər iki təşkilat bir iş görürsə, hər təşkilat istər-istəməz, əlbəttə hamısı yox, bəziləri öz adını yazır orada və bilmirəm, utanır, başqa təşkilatın adını yazsın, ya çəkinir, ya qısqancılıq. Amma onu da bildirim ki, yəni əgər milli hərəkətdə belə şeylər yığışdırılmasa, heç bir faydası olmayacaqdır. Yəni əgər biz millətimizi düşünürüksə, belə qısqancılıqlardan əl çəkməliyik. Və əgər yox, özümüzü düşünürsə, lütfən təşkilatların adını öz adına səbtə yetirib və o Güney Azərbaycan adını oradan silinib, məsəl üçün deyirəm, fəqət öz adına yazsın və dövrlərindəki adamlara. Amma Güney Azərbaycan və milli hərəkətin adına ləkə gətirəcək bir hərəkətlərdə istər-istəməz çirkin hərəkətlərdən əl çəkilməlidir. Və artıq bunun zamanı yetirib ki, hər kəs öz sözünü rahat, sadiqcəsinə deyib və o dediyi sözün arxasında dayanıb və gördüyü işlərə görə cavab verməlidir. Amma ümid edirəm ki, hər kəs, necə deyim, öz insanı verdiyi sözlərə əməl etsin. Sayın Əmir bəy, təşəkkür edirəm bizimlə vaxtınızı paylaşdığınız üçün. Bizim vaxtımız çox azdır. Mən sizdən rica edirəm, 2 və elə 3 dəqiqə vaxtınız var. Son sözünüzü buyurasınız, ondan sonra ayrılıq. Çox sağ olun Əsgər bəy. Buyurun. Sözlər gerçəkdən yarım qaldı. Deyim, söz o qədər çoxdur, zaman da azdır, maalesef. İnşallah gələn dəfələr. İşarə etdiyim söhbətlər çoxdur. Təxribat konusuna toxunulmalı lazımdır. Bəlkə elə həmin 600 imzaya toxunmaq lazımdır. İslah tələblərlə işbirliklərin keçmişdə olduqlarına toxunmaq lazımdır və Azoxun fəaliyyətlərini. Mən bu son 1-2 dəqiqədə fəqət bir də eşik qolun fəaliyyətlərini fəqət deyim. 14 dənə aksiya, yürüyüşdə şirkət etmək, Xətti Solh adında mahnamənin Azoxun rəsmi üyelərinin adı ilə 10 dənə yazını çap etməyi, bəşər haqları, İran bəşər haqlarının içində çalışan bəşər haqları fəalları var ki, onu bir ildən çoxdur onun əqəlliyyət bölümünü müdiriyyət etmək, kitablarını çap etmək, bunu İrana göndərmək, fərqli ölkələrdə bizim qruplarımız, çətələrimiz yaranmaq və 2 dənə ayrı bir məsələ var idi, bunlara mən toxuna bilmədim, zamanla darlıq idi. Birisi elə Xanzadə bəhsi idi, rəhmətli Şəhid Xanzadə konusunda ki, oradan gəlib çatacaqdım buna ki, bəlkə təşkilatlar bu qədər də bəzi təşkilatlar iddia etməsinlər ki, içəridə üyelərimiz var, nə bilim, asıq fəaliyyət edirik, gizli fəaliyyət edirik, nə edirik. Xanzadə də yəni bir ay çəkdi, bir ayda bir nəfər belə ayrı Azoxdan sonra bir nəfər gedib onun haqqında rapor hazırlayıb millətə sunmadı. Tərəfin adresi də bəlli idi. Təbrizdə sadəcə yetərli ki, soruşasınız Xanzadə kimdir. İkincisi, bir dənə ayrı bəlkə maraqlı söhbət olsun. Vərziqan zilziləsində, depremində təxminən 17 saat sonra Azox bir xəbər yaydı ki, bizim gəldiyimiz bilgilərdən dolayı orada 8000 nəfərə yaxın ölənimiz vardır. Çox bizi məsxər etdilər, çox bizi söz dedilər. Ancaq 3 ay sonra BBC yaydı ki, orada 5000 nəfər ölən var. İnşallah qalanı qalsın sonraya. Çox sağ olun sizdən və dinləyicilərimizdən də minnətdarlığımı bildirirəm. Məni bağışlasınlar əgər acı danışıb kədərləndirsəm bilərlər. Oldu. Təşəkkür edirəm Sayın Əmir bəy. Çox sağ olasınız vaxtınızı bizimlə paylaşdığınız üçün. Ümid edirik gələcəkdə sual da çoxdur. Gələcəkdə yenə sizinlə birlikdə olacağız. Allah'a tapşırdım. Buyurun.